In Azerbaijan, Karabakh stand on the brink of history after their matchday 7 fixture against Frankfurt. The scores were level until the 94th minute. Balul Mustafazadeh secured the hosts a 3rd victory of the league phase. Frankfurt eliminated. Karabakh, they climb to 18th. One step from a first ever appearance in the Champions League knockout phase. It would be another milestone for head coach Gurban Gurbanov. The competition's longest-serving coach. Appointed in 2008, he spent more than a third of his life at the club. Ümumiyyətcə, mənim karyeramda 3 dönəm oldu. Hansı bir futbolçu dönəmi, məşqçilik dönəmi, ümumən, hansı ki, mən onu istəyirdim və bir də sırf Qarabağ. Qarabağda baş məşqçi olmaq məni tam fərqli bir insan etdi, tam fərqli bir məşqçi deyərdim ki, etdi. Ümumən, sanki bu iş elə bir işdir ki, baş məşqçi olmaq, çünki bu bir ailə tapşırığıdır sanki. Burada bir ailənin başçısı əgər mən oluramsa, mənim məsuliyyətim həddindən artıq artır və ələxüsusda Qarabağ kimi komandada çalışıram ki, daha ehtiyatlı olun bu komandada, daha da məsuliyyətli olun, daha da ciddi olun. Across 11 Champions League campaigns under Gurbanov, Karabakh's ceiling has never moved, the group or league phase. Now, history is within touching distance, a contrast to turbulence the club has previously faced. Stabillik çox önəmliydi və əlaqədə son vaxtlar hansı ki, bizim ən, belə deyək, vacib dönəmimizdə çox klublar, belə deyək, biraz inflyasiya uğradı. Yəni, bunu qoruyub saxlamaq, Qarabağ qoruyub saxlamaq çox buna məsuliyyət tələb eləyirdi. Və get-gedə futbol həddindən artıq sürətlə inkişaf eləyir və hər ildən ilə də biz ümumi böyük futbolun nə olduğunu görmüşük. Liverpool away on matchday 8 at one of Europe's grandest stages. With Karabakh, a squad with 13 nationalities, chasing a place they've never reached before. 18 years in, and a win will secure Gurbanov a new lease of life. Bunu qəbul etmələrinə çalışırıq ki, bu ilə razılaşmasınlar ki, biz bugün uğur əldə elədik və bu bizim üçün yetərlidir. Hər bir insanın öz qarşısına qoyduğu məqsəd olmalıdır, öz prinsipləri olmalıdır həyatda ki, əlaqəsə idmançıların ki, hər il mən daha bir addım irəli getməliyəm və özümdən daha güclüsünə qalib gəlməyi düşünməliyəm və bunu bacarmalıyam. Hər bir halda yəni biz böyük bir kluba qarşı oynayırıq və böyük futbolu canlı futbolçularım görəcək və inanıram ki, futbolçular maksimum öz ən yaxşı oyunlarından birini oynamağa çalışacaqlar və sona kimi mübarizə aparmaqdan çəkinməyəcəklər.